Cibimdə pul yox, müəllim. Mənə bəzən istehzayla, bəzən müəllim də deyirdilər ki, yəni sənin pulun zadın yoxdur cibində. Mən doğrusu əslində onu qəbul eləmirdim, amma onlara da bir deyil, iki deyil etiraz eləyə bilmirdim. Dədəm, anam baxırdılar ki, cibimdə pul yoxdur, anamın sözündən deyirəm. Deyirdim ki, ay anam, mən vallahi hamıdan varlıyam, elə bilən varlıyam. Deyir, əlbəttə bir dəfə acıtdı məni. Dedi ki, əlbəttə sən özü varlı saya bilərsən. Çünki mən hər axşam baxıram, cibində pul yoxdur, mən pul qoyuram, sənin xəbərin olmur. Amma əslində məndən işləyənlər əməlli başlı pul qazanırdı deyəkdə dırnaq içərisində. Mən biraz o işdə də fərasatçısı olmuşam. Doğrusu, anam necə ki, mənə körocaq deyirdi, uşaq vaxtı, lap balaca olanda. Texnikumda işləyəndə də heç yenə körocaq idim. Cibimdə pul yox, müəllim. Mənə bəzən istehzayla, bəzən müəllim də deyirdilər ki, yəni sənin pulun zadın yoxdur cibində. Mən doğrusu əslində onu qəbul eləmirdim, amma onlara da bir deyil, iki deyil etiraz eləyə bilmirdim. Məni toylarda da mücazat qoyurdular ki, bunun pulu zadı yoxdur, həm də utanmazsın, həm də güvənli adam, etibarlı adam kimi, yəni qələmi mən tuturdum, kassa mənə verirdilər. Amma mən əslində özümü elə düşünmürdüm, elə fərasatsız. Elə oldu ki, mənim tacüşlərimin belə imkanlı olmağın bir səbəbi də belədir ki, Rusiyaya o vaxtlar malzat vururdular, aparırdılar. Əhalidən, kəndlərdən tədarük edirdilər müxtəlif kənd təsərrüfat məhsullarını. 3-5 adam toplaşırdı. Kimin fərasatına, puluna, imkanına görə xaricə mal göndərirdilər, Rusiyaya mal göndərirdilər. Amma məni heç kim şərik eləmək istəmirdi ki, yəni bunun üzərindən bir iş gəlmir. Çünki o da ağır iş idi. Kəndlərə getmək, tədarük eləmək, seçmək, yığmaq, maşın danışmaq, bir xeyli işlər var idi də burada. Rusiyaya getmək. Məni qəbul eləmirdilər. Məni cəlb eləmir. Təsadüfən oldu ki, bir dəfə mənim də qardaşım orada şərik idi, pulları satmadı. Mənə dedilər, məndə də pul yox, yenə deyirəm, texnikumda işləyirəm, fərasatsız adamam. Axırı getdim, indi adını demək istəmirəm, getdim bir yaxşı adamla, yəni yaxın adamla bir borc aldım, çox az miqdarda pul.